Açığı bu məsələ bir neçə dəfə müzakirə olunub. Aşıq Zülfiyənin özünün restoranı var. Bilirəm ki, oğlu da o restoranda oxuyur. Özü də həm də restoranı idarə edirlər. Çoxdan bir neçə vaxt bundan əvvəl eşitmişdim ki, bəzi şou biznesdə olan insanlar gedir orada çörək yeyir. Qonaqlarını aparırlar, hamısı orada dincəlir, əylənir, musiqi dinləyirlər, özləri də musiqi edirlər. Amma sonda para ödəməlidirlər, ödəmirlər. Bir nisiyə kitabçası var da, ora qeyd etdirirlər ki, gətirib ödəyəcək. Yəqin ki, ödəyirlər sonradan, amma həmin onu ödəmirlər. Oğlu bəzi açıqlamalar verib, Babək Quluzadə. Bu da doğrudan bir maraqlı bir bizneslə bağlıdır. Yəni restoranları hal-hazırda çalışırmı, aktivdirmi? Təbii ki, istinad edirəm Ölkəzə, o da Milli.az istinadən istinad edib, sənətçi bildirib ki, artıq restoran fəaliyyəti ilə məşğul olmur. Obyektlərini icarəyə veriblər. Onun sözlərinə görə bu qərarın arxasında şou biznes nümayəndəliyi ilə bağlı yaşanan xoşagəlməz hadisələr, hallar olub. Hazırda restoranımızı icarəyə vermişik. Şou biznes əhli bizi çox yordu. Gəlirdilər, yeyib içirdilər. Amma çox vaxt ödəniş etmirdilər. Bəziləri də əvvəlcədən zəng edib deyir ki, babi, Zülfiyə xanım, Sakit bəy oradadır, gəlirik. Bir də anlayırdıq ki, gəlib hesab istəməyəcəyimizi düşünürlər. Bu kişilər ət alıb, yağ alıb, bu kişilər çörək alıb, şoraba alıb, zeytun alıb, pendir alıb. Bu necə ola bilər ki, gediblər mağazadan alırlar, marketlərdən, bazardan alırlar, gətirirlər. Necə ola bilər ki, ödəmədən orada yeyirsən və deyirsən ki, mən pul ödəməyəcəm. Açıq bu vəziyyət bizi bezdirdi. Ay qardaş, gəlmisənsə qarnını doyur, haqqını da ödə. Bizi neynirsən? Orada olanda bildirirlər ki, hesab tələb etməyəcək. İndi isə icarəyə verdiyimiz bilinir, az gəlib gedir. Şou əhlindən onların sayı da azalıb. Bəli, doğrudan da deyir, sosial şəbəkələrdə böyük müzakirəyə səbəb olur. Bir neçə dəfə bundan əvvəl də bunu ictimailəşdirmişdilər. Amma bu doğrudan səmimi etirafdır da. İnsanlar çalışmaq istəyir, para qazanmaq istəyir. Şou biznesdə olan bəzi adamlar bu biznesə mane olurlar və bu Babəkin və Zülfiyə xanımın biznesini çöktürüblər. Havayı pulsuz, ödənişsiz yemək yeyiblər, pulları ödəməyiblər. Bilmirəm, bəlkə də tanınmışlar da var o sırada, o siyahıda, tövsiyə. Belə etməyin, qoy insanlar çörək pulu qazansın.